Xameneinin ölkədən qaçış ssenarisinin hazırlandığı bildirilir. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə mi yayıb? Daha ətraflı xəbərin detallarından bilmiş olacaq. Birləşmiş Ştatlar Mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad eləyərək İranın ali dini lideri Əli Xameneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb. Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır. Çünki bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Mühafizəkarlara rəhbərlik edirlər, hələ qaçmağa deyil, ixtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Ancaq əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Politoloq Elxan Şahinoğlu hesab eləyir ki, bu halda ali rəhbərin alternativi çox deyil. Mərhum Xamenei şaha qarşı mübarizəyə Paris yaxınlığında rəhbərlik eləyirdi. Həmin dövrdə Avropada və Fransada hesab eləyirdilər ki, Xamenei şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq, amma ümidlər boşa çıxdı. Avropa bu dəfə aldanmayacaq. Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayır. Ona görə də ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çin ola bilər. Bəşər Əsəd Rusiyanı seçdi. Ali rəhbər də dostunun seçiminə üstünlük verir, ancaq İran hələ o mərhələyə çatmayıb deyə Elxan Şahinoğlu qeyd edib.